30 ildir ki, nənəm bu yeməyi bişirməyə icazə vermirdi. Rəhmətli Bilal babam bu yeməyi çox sevirdi və hər dəfə evdə hazırladırmış, bişirtdirirmiş. Babam rəhmətə gedəndən sonra nənəm bu yeməyi bir daha bişirməyə icazə verməyib. Elə o gün bu gündür heç vaxt bu yeməyi biz tərəfdən heç kəs hazırlamayıb. Bildiyiniz üzrə mən də bu yeməyi heç vaxt yeməmişəm. İlk dəfə sınayacağam. Yeməyin hazırlanma qaydasını tam olaraq sizinlə bölüşəcəm. Keçən yay aylarında bibimdən soruşmuşdum ki, biz tərəfin qeyri-adi yeməkləri var. O da elə tutmacı demişdi. Alınmamışdı keçən bişirmək. Əsasən yay aylarında bişirirlər. Alınmamışdı. Ona görə bu illəri bütün biblərimi topladım və bu yeməyi birlikdə onlarla birlikdə hazırlayırıq. İlk öncə xəmir yoğurulur. Xəmir sonra gördüyünüz qaydada yayılır, kəsilir və bir-bir sərilib qurudulur. Daha sonra ayran hazırlanır. Ayrana sarımsaq və nanə, yarpız vurulur. Elə hazırlanıb qoyulur qırağa, bir duz vurulur. Yağ soğan olunur. Yağ soğandan sonra yağ soğanın üzərinə su əlavə olunur. Qaynayandan sonra həmin o kəsdiyimiz, biz xəngəl deyirik, təptimə deyirik, onları qaynanmış suya əlavə edirik. Burada gördüyünüz üzrə ayranı hazırlayırıq. Yorumlarda yazarsınız ki, siz bu yeməyi hazırlayırsınız. Hazırlayırsınızsa adını nə deyirsiniz? Bizim tərəfdə bu yeməyə tutmac deyilir. Allah bütün ölənlərə rəhmət eləsin. Bu yeməyi hazırladığımız boyu sanki babamız da yanımızdaymış kimi hiss elədi. Allah rəhmət eləsin, ruhu şad olsun. Nənəm deyir ki, biz bu yeməyi bişirəndə bütün məhlə, qonum, qonşu hamı yığışırdı, hamımız birlikdə bişirirdik, yeyirdik. Elə sən demə bu yeməyin dadı da elə buradaymış ki, hamı birlikdə olub bişirir, yeyir. Biz də elə elədik. Hamımız bibilərim yığışdıq, bu yeməyi qəşəng hazırladıq. Deməli gördüyünüz kimi artıq hazır oldu. İsti yeməyin üstünə belə soyuq ayran əlavə olunur, bir də noxud əlavə olunur. İnanın qızlar, mən hələ belə dadlı yemək yeməmişdim. Sən demə, illərdir biz ağzımızın dadını bilmirmişik. O qədər ləzzətli idi. Uşaqlı, böyüklü hamımıza doğrudan xüsusi ləzzət elədi. Allah nənəmin də, biblərimin də canını sağ eləsin. Həmişə belə birləşək. İnşallah xoş günlərdə doğrudan çox ləzzət elədi bizə bu gün. Çox maraqlı idi. İstər yemək, istər birlikdə bişirməyimiz, elə hər şeyin dadı birlikdə mehribançılıqdadır. İnanın ki, gördüyünüz üzrə ayran əlavə olunur. Həmin o yeməsi, bir də noxud. Noxud ayrı bir dadı verir. Noxudsuz olmaz. Mütləq noxudla eləyin. Bir də çalışın ki, yağ soğanın qəşəng duzlu eləyin ki, dad da çıxsın. Və sarımsağı da bol eləyin. Sarımsağı ayrana qatana bol-bol ləzzət eləyir. Nənəm də 30 ildən sonra ilk dəfə bu yeməyi yeyir. Orada fikir verməmişdim, amma videoda baxıram. Nənəm bu yeməyi yeyəndən sonra fikirli-fikirli baxmağı. Allah bütün valideynlərimizin, nənələrimizin canını sağ eləsin. Həmişə belə başlarına yığışaq. Videonu bəyəndisə bəyənməyi və məni takip etməyi unutmayın.